Salam əziz abituriyentlər, bu videoda günün sual izahına baxırıq. Sual belədir. O nöqtəsindən keçən perpendikulyar ox ətrafında fırlana bilən bir cins çubuğun uclarına müsbət Q yüklü cisimlər yapışdırılaraq qarşısına K və L yüklü kürələri qoyulduqda çubuq sükunətdə qalır. K yükünün kürəsinin yükü müsbət Q-dürsə, L kürəsinin yükünün neçə Q olduğunu təyin edin. Yalnız eyni rəngli kürələr arasında qarşılıqlı təsir mövcuddur. Yəni, bu iki yük arasında və bu iki yük arasında. Amma K yükü ilə L yükü arasında əlaqə yoxdur. Yəni, bunu demək istəyir. Deməli, burada biz linkə baxsaq, yəni burada bir əlimizdə link var. Linkin tarazlıq nöqtəsi, dayaq nöqtəsi o hissəsindədir. Yəni, bura linkin tarazlığı. Yuxarıda olan qüvvələr, yəni qarşılıqlı təsir qüvvəsinin qolu D, aşağı hissədə isə 3D-dir. Ona görə F1 vuraq D bərabərdir F2 vuraq 3D. Niyə bu formada olur? Yuxarıda müsbət yüklərdir. Məlum məsələdir ki, müsbət yüklər bir-birini eyni işarəli olan itələyir F1 qüvvəsi ilə. Digər hissədə müsbət Q L yükünü cəzb etməlidir ki, onda deməli L yükünün artıq işarəsini də tapdıq. Müsbət isə L yükü mənfi Q L olacaq. Yəni, 3 dənə variantı bəri başdan sildik. İndi ifadəmizə daha dəqiq baxaq. Deməli, F1-in yerinə yazsaq, Coulomb qarşılıqlı təsir qüvvəsinə görə F1 bərabərdir K, müsbət Q'lər vurulur bir-birinə, Q vur Q, bölək, ara məsafəsi D, D kvadrat. Burada K, Q kvadratı bölək, D kvadrat. F2 qüvvəsi isə K vuraq, Q müsbət vuraq, L yükünü bilmirik. Ancaq mənfi olduğunu bilirik, yekununu mənfi götürəcəyik. İndi modulda hesablayaq. QL bölək, ara məsafəsi 3D, 9D kvadrat. Gətirib yuxarıdakı momentlər qaydasına görə hesablayaq. F1-in əvəzinə K, Q kvadratı bölək, D kvadratı vur. Bu məsafəyə 1 deyək, bərabərdir. D-ləri qarışdırmayaq deyə belə yazıram. F2-nin əvəzinə K, Q vuraq, Q2 bölək, 9D kvadratı vuraq 3. K'lar geçsin, D kvadratdan ixtisar eləyək. 9 ilə 3, 3. Burada QL vur Q bərabərdir. 3-ü tərəfini vursaq bura. 3Q kvadrat. Q-nun biri geçsə QL bərabərdir 3Q. Ancaq biz məsələnin əvvəlində demişdik ki, mənfi olacaq. Mənfi 3Q B variantı olar. Əvvəlcədən də QL-in qarşısına mənfi qoya bilərdik. Ancaq mən yekunda dedim qarşısına ilk mənfini əlavə edərik. Yəni, cavab B variantı olur.